Dostlar, videoya başlamadan qabaq bir şey demək istəyirəm. Discord sunucumuz açılıb. Linki açıqlamada gələ bilərsiniz və 07 çəkilişimiz var. Çəkilişə qatılmaq üçün kanala abunə olub like atmağı unutmayın. Bir də yorumlara Karpanki-dəki ID-nizi yazın. Qazananı 3 gün sonra seçin. Hamınıza salam dostlar, videoma xoş gəldiniz. Bugün sizlərə sunucuları gəzərək maşın almağa çalışacağım. İnşallah gözəl maşınlar taparaq. Görünür 49 milyon pulum var. Ona bizimkilərin bazarına gəldim. Bizimkilərdə maşın satan yoxdur. Mənə hamı gəlibdi qıraqda yığılıb söhbət edir, maşın satan yoxdur. Gəlmişəm Afrika sunucusuna baxım, nəsə gözəl maşın varmı Afrikalılarda. Bu Afrikalılar suyu zorla tapır. Nətər oynayırlar, vallahi bilmirəm. Baxaq. 1,1 milyona Qalik var. Qalikdir yəni ki. Hə. Burada 20 milyona Honeygan var. 44 milyon Rolls Royce satır. Bir tane çizimli Priora var diye o da ala bilmədim. 4 milyona Koenigsegg var. 4 milyona Dodge Challenger satır. Bu sunucudan bir xeyir yəni. Dostlar gəldim amma insan belə düzgün maşın yoxdur. F2 satır, baxım neçəyə satasıdır. İnsan ki maşın tapmaq olmur vallahi. Aha, 15 milyona 5000 coinlik Koenigsegg aldıq. Məncə qəşəng oldu. Elə adam təklif verənə kimi aldıq biz. Nə qədər pulumuz qaldı? 34 milyon. Belə Mercedes gəldi. Baxım satasıdır mı? Çizimli. Qalik McLaren, BMW, Serbian. Amma vardı da məndən başqa. Tofaşla gəzirəm. Bəzi dostlar, Rus sunucusuna gəlmişəm. Burada da Smart'ı 2 milyona satır. O Sprinter var 2 milyona. Baxım görüm, heç nə yoxdur bunda, yəni 2 milyona satır. 10 milyona bu maşın satır. Yəni 15 milyon təklif verdim, baxım nə deyəsidir. Dostlar, Alman sunucusuna gəldim. Baxım Almanlarda nəsə varmı? Belə bir Supra satır 2 milyona. 1 milyon təklif verim görüm. 1 milyon. 1 milyon. Sat da 1 milyona sat. Amma əli boş çıxmayaq da bazardan. Yarış sən gəl. Gəl baxım gəl. Baba F2. Yaxşı gəl görüm. Vaxt itirməyək. Qutar vaxt itirməyək. F2 çox sürətli amma. Qəşəng eləyib deməsin zaten. Nəsə bu sunucuda BMW gəldi bir dənə. 1,2. Bu da 1,2'ye satır. Bir BMW gəldi. Amma heç eləməyib üstünü. Belə logo eləmək olardı. Sunucusuna gəlmişəm. Belə bir Audi satır. Polis eləyib. Polislər qırmızı olmurdu ki Türkiyədə. Belə bir Cadillac var, 1695'dir. O. Və aldıq. Oldu 1695 Cadillac. Oy. Al, uf, 7 milyon 3 minlik 3000 coinlik maşın aldıq. Çox qəşəng. Gördüyünüz kimi dostlar 4 tane maşın aldıq. Biri bu, biri bu, biri bu, bir də bu. Ben İspanyalılar sunucusuna geldim. İspanyalılar sunucusundayım. Bakın ne var ne yok. Belə bir Mazda var. Qaç satsa alaram. Sonra belə bir Challenger var. Belə bir çəkici var. 10 milyon təklif verdim. Burada da vardı değil. Bundan başka yok.
Ne ara bulur? Tövbe estağfurullah. Mesela bu Mercedes'i alaq son olarak. 400K ne kadar pul kalır? 475 477 bindən mataq bunda birindən. Yusuf Ərəblər maşın satma təklif edirəm. Oldu. Bəli millət, gördüyünüz kimi 5 dənə maşın aldıq. Nasıl bu oyun verir yani. Bu Cadillac aldık, yani 1695 HP'di, ona göre aldım. Sonra bir Supra aldım. Niye bilmiyorum. Sonra bu çok yaşı oldu. Bunu 3 milyona mı 9 milyona mı ne aldık. Sonra böyle bir Koenigsegg aldık. 5000 coin, bu da 3000 coin idi. Son olarak da bunu aldım. Bu videoların devamını gelmesini istəyirsinizsə kanala abone olub like atmayı unutmayın.